Bugün sizler için mükemmel yemeği hazırlayacağım. Bize 300 gram toyuğun döş eti ve yaxud da buddi hissəsi lazımdır. Blenderdan keçiririk. Ətin içərisinə bir çay qaşığı qədər xardal əlavə edirik. Duz, istiyot, paprika əlavə edib əllə qarışdırırıq. Hazır etdiyimiz qiyməmizi streçimizin üzərinə yayırıq. Daha sonra içinə yağı və pendiri əlavə edib colat qutab formasını veririk. Forma verdiğimiz etimizi ilk yumurtayı daha sonra pankoyu bulayıp bol yağda kızartacağız. Etimiz orada kızarana kadar bizi göbələkli spagettimizi hazırlayaq. Kırmızı soğanı zeytin yağında qovururuq. Göbələk və biberi də əlavə edib yenidən qovururuq. Yoldaşımın dediği kimi yemek mükemmel çıkıp. Sizler de mütləq şəkildə hazırlayın, çox bəyənəcəksiniz.